Hə, köhnələr. Deyirəm yadınızdadır. Sizinlə bu yaxınlarda bir video paylaşmışdım ki, məhəlləmizdə bir dənə köhnə dost var, Ələkbər. Quş saxlayır, həmən köhnə Bakı adət-ənənəsini inkişaf eləyir, yaşadır, yadınızdadır. Budur, baxın arxaya, görürsünüz. Gəldilər, quşxanasını dağıtdılar. Yoxdur day quşlar. Yerində belə xasar çəkdilər. İndi burada neysə bir dənədir, bax belə biyədib, heç kimə lazım olmayan, çox sayılı, mərtəbəli bir bina ucaldacaq. Yaxşı, mənim sözüm bax, bu tikən həmən o şirkətədir də. Nə olar ki, həmən o şirkət, həmən bu Ələkbərə bir dənə balaca bir dənə yer ayıra bilməzdi. Ya hindidən danışa bilməzdi ki, həmən bu ev tikiləndən sonra onun damında bir dənə balaca bir yer verəydi ona ki, həmən o quşlar yaşasın da, inkişaf eləsin də. Axı onlar da heyvandır. Yaxşı, bu heyvan sevərlər, siz hardasınız, bu it pişiyin dalıca birbaşa belə əlinizdə toppuzla düşürsünüz cəmaatın üstünə. Bəyəm quş heyvan döyür. O quş hələ bir ki, estetik rahatlıq verərdi bizim gözlərimizə, Bakımıza, estetik gözəllik verərdi. Yoxdur artıq. Bax, getdi, dağıldı. Bax, belə dağda bizim tariximizi gedirlər, bizim adət-ənənəmizi gedirlər. Yoxdur dayı, köhnə Bakının abu-havası yoxdur. Bir-iki dənə də belə yerlər qalmışdı, çəkib göstərmişdim onu. Onu da dağda gedirlər. Çox belə kədərli bugün, amma ki, yenə də qəlbdən qəlbə.